Səhv eləmirəmsə, bilmirəm, görmürdüm, göz bağlı idi. Və orada belə bir ifadə işlətdi ki, cənab prezidentin tapşırığıdır, ölsələr də belə qanı halaldır. Cinsi orqanımdan məni astılar. Necə? Cinsi orqanımdan astılar məni. Həm qoluma, həm qılçamdan, elə ki boşaldırdılar qolumu, qılçamı, cinsi orqanıma ağırlıq düşürdü. 4 il əvvəsində mənə şikayət etməmin səbəbi də budur ki, çünki orada belə bir şey dedilər ki, prezidentin xəbəri var. Hətta mənim orada göz açıq keçirtmişlər bir dənə necə bir böyük otağı idi. Yenə də necə deyim, üzr istəyirəm ifadəmə görə, kimin arxasında butulka var idi, necə deyim, qan axırdı. Hər gün Babəş samitli oradan olurdu. Son vaxtlar indi bir gündən bir gəlib gelirdi. Orada müraciətləri vardı onun. Müraciətləri vardı ki, hamımız öləcəksiniz, hamımız vətən xainisiz. Bu prezidentin əmridir. Mənə bura çıxan kimi deyəcəm, mənim oğlumu sizə bağışlayın. Oğlum bilməm sizə dedi demədi. Yəni oğlumu məcbur elətdirib, oğlumu başıma kimi işlətdirmişlər. Bu prezident deyir ki, biz gəlmişik bura. Prezident olmasa, yəni biz Hikmət Həsənov kimdir ki, bizi gətirə buraya. Yəni bizi prezident göndərib bura, şəxsən geçsiniz orada araşdırırsınız. Yəni prezidentin özünün xəbəri var. Prezident olmasa biz kimisi öldürə bilmərik burada. Bu boyda biz işgəncə verib adam öldürmüşük. Belə-belə bizə deyirdilər. Deyirlər, yəni prezidentin özü göndəribdir. Onun neyini? Kəlbətini də artıq qopardılar. Dartı qopardılar. Ha. Sonra ne dediler? Kürəyimə Aç görün. Nəli baxdı ona. Onu ne inədilər? Ona ne inədilər? ona üstü otu yandı, kulenkanın ayrıca tökürdülər. Sonra duzu, arağı, üstü otu töküb patikanın altına sür. Bir dənə butulka gətirdilər. Bu butulka pivə butulkasına oxşayan bir butulka idi. Interesting butulka. Onu gətirdilər. Məni möhkəmdən tutdular. 2 nəfər, 3 nəfər. Məni məcbur elədilər oturtturmağa. Ora yaxınlaşdırdılar. Oturtdurdular. Burada bizi, yəni bu işgəncə verənlər bizi Üskoçdan cinsiyyət orqanımızı bağlayırdı, eləyir ki, yəni ki, günlərdən şey eləməyən, yəni ayaqına gedəməyən, eləməyən. Bir dəqiqə, nətər? Üskoçla? Bəli, cinsiyyət orqanını bağlayırlar ki. Ayrılmasa, bəli, belə qatlanırdı, onu Üskoçdan bağlayır, elə ki, yüngül var, ayaqına gedəməz. Cinsiyyət orqanını deməli qatlayıb, Üskoçluyurdular ki, Sidiyaza da gedə bilməyəsən. Bəli. Sənə konkret ediblər bunu? Bəli, mən bir dəfə ediblər, bəli. Bu obrilərinə də ediblər? Bəli, mən bir çox yanı uşaqları da eləyirlər, şey eləyirlər. Sən o dediyin qaydada zorlayanında arxa keçəcəyini o şlankı belə keçirdəndə tək şlankla zorlayıblar, yoxsa başqa alətlə? Yox, şlankla, armaturla. Armaturda salırlar sənə. Ətimi gətirdi belə əlində ki, sidir, gətirir, basır ayağımdan ətimin. İndi bu son pul kimi belə bir biz kimi şeydik. Sidir, basıb ayağımdan bastı. Mələdə ətin iyini hiss eləyirəm. Burnumda. Yandırır. Danışla dedim, heç nə bilmirəm. Mənim heç nədən xəbərim yox. Təzdən bir də aparır, isidir, gətirir. Bir də o vəziyyətdə da başqa yerdən eləmir. Həmən yerdən, bir də həmən yerə oyur ki, işgəncə versin, nəsə boynuma alam. Dedim, mənim heç nədən xəbərim yoxdur. Bu dağılan yerlərdən elə bir ki, deşdilər buradan. Buradan toku verdilər mənə. Barmağımdan da toku verdilər. Ağzımda lamışqa qoydular. Lamışqanı ağzımda yandırdılar. Yəni, gözüm bağlı idi. O yananda mən hiss eləyirdim ki, o yandı. Birini partlatdılar ağzımda. O özü yandı, partladı ağzımda. Dilim, zadım hamısı açılmışdı. İkinci lamışqanı qoyanda dedilər ki, bunu gəl xayasından verək toku. Xayadan da bağlayanda birinci mənim bir xayada 2 yeri, yəni dəyişik bir arxama saldılar kabelin birini arxama. Arxa keçəcəyini. Bəli, arxa keçəcəyimə saldılar. Bəli, ora belə zorla saldılar. Birini də şeyimə bağladılar. Xayama bağlayıb, bəli, cinsiyyət orqanıma bağladılar, toku verdilər. Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.